Değerli izləyicilər, kanalımdan sizi salamlayıram. Bugün soba piraşkisi hazırlayıram, kartof içlikli. Təbii ki, bunun ətlə də içliyi eləmək olur. Bugün mənim hazırladığım isə kartof içli piraşkidir. Deməli, 6 stəkan una, biraz duz, 1 paket qabartma tozu əlavə edib qarışdırıram. Daha sonra 400 qram mətbəx yağı ilə omaz hazırlayıram. Omazımız hazır olandan sonra üzərinə 350 qram xama, 2 ədəd yumurtanın sarısı. Yaxşı-yaxşı bunları da qarışdırıb omazın üzərinə əlavə edirəm. Xəmiri yoğururam. Xəmiri yoğurduqdan sonra mən burada soyuducuda saxlayıram xəmiri. Hardasa bir 40 dəqiqə, 50 dəqiqə soyuducuda xəmiri saxlayıram ki, biraz dinlənsin və bu müddət ərzində mən içli üçün kartofları bişirirəm. Əziz xanımlar, kartofun qədərini tam mən burada demirəm. Yəni zövqə bağlıdır. İstəsəniz içliyi çox qoya bilərsiniz və yaxud az içlikdən istifadə edə bilərsiniz. Mən burada 4-5 ədəd orta boylu kartofdan istifadə eləmişəm. Gördüyünüz kimi üzərinə kartofu soyub, doğrayıb üzərinə su və duz əlavə edib bişməsini gözləyirəm. Kartof tam həll bişdikdən sonra suyunu süzürəm. Yaxşı-yaxşı tərkibində su qalmasın ki, sonra xəmiri islatmasın. Suyunu tam süzdükdən sonra kartofun üzərinə duz, istiot, o da zövqə bağlıdır, yəni damaq dadınıza uyğun, yəni duzun istiotunda qədərini demirəm, duz, istiot və bir dolu xörək qaşığı da ərinmiş çərək yağı əlavə edib kartofu əzirsiniz. Çərək yağı burada bu kartofa çox möhtəşəm bir dad verir. Çox yaxşı olardı ki, yəni mən burada heç xəmirə çərək yağından istifadə eləmədim. Sadəcə mətbəx yağından istifadə etdim. Lakin kartofu içliyə çərək yağından istifadə elədim. Yəni içliyə çərək yağı qatsanız daha məsləhətlidir. Xəmir tam dinləndikdən sonra kündələrə ayırıram. Əziz xanımlar, burada mən kündələri şəkər bura kündəsi boyda 42 qramdan tuturam. Mənə elə gəlir ən gözəl ölçü soba piraşkisi üçün, yəni bu piraşki üçün ən gözəl ölçüdür. 40 ədəd bizim kündəmiz alındı, 1 ədəd də xırda kündə. Yəni 42 qramdan 40 dənə, 1 dənə də 30 qramdan kündə alındı. Ümumilikdə 41 ədəd kündəmiz alındı. Xəmiri kündələdikdən sonra heç gözləmədən bir-bir kündələri yayıram. Eynən şəkər bura kimi, yəni şəkər bura xəmir kimi bütün kündələri yayıram, üst-üstə yığıram, daha sonra içliyi yığacam. Mən burada nazik yaydım kündələri. Dəyərli xanımlar, siz istəsəniz yəni biraz az yaya bilərsiniz ki, xəmiri qalın olsun. Mən nazik yaymışam burada, yəni şəkər bura xəmiri kimi. Eyni şəkər bura necə hazırlayıram, eynən həmən ölçüdə, həmən xəmiri nazikliyində yaydım. Daha sonra içliyi yığıram. Burada da içliyi təbii ki, zövqə bağlıdır. İstəsəniz içliyi daha artıq və yaxud biraz da az içliyi yerləşdirə bilərsiniz piraşkiyə və bu formada birləşdirirəm, möhkəm-möhkəm çevirib biraz forma verirəm, uzun sov forma verirəm piraşkilərə. Əziz xanımlar, içliyə burada istəsəniz siz soğandağ, yəni soğanı qızılı rəngdə olana qədər qovrasınız, soğandağ edib bu içliyə qata bilərsiniz. Onda da çox möhtəşəm dadı olur içliyin. Amma qeyd edeyim ki, həmin piraşki içliyi soğandağlı olanda o hardasa bir 3 gün müddətinə demək olar ki, onu tükətmək lazımdır. Yəni neçə gün qalsa o soğandağ içlikdə yapışqanlıq əmələ gətirə bilər. Bütün piraşkiləri hazır elədikdən sonra 2 ədəd yumurta sarısını çalxalayıb piraşkilərin üzərinə çəkirəm. Daha sonra çəngəllə gördüyünüz kimi iz qoyuram piraşkilərin üzərindən və sonda qara çörək otu səpəcəm piraşkilərin üzərinə. Əvvəlcədən qızdırılmış 180 dərəcəli sobada alt üst qızarana qədər bişirirəm. Burada da piraşkilərin üstü çox tünd qızarmasa yaxşıdır. Yəni qızılı rəngi olsa kifayət eləyir. Hardasa piraşkilər 20 dəqiqəyə, deməli hər list 20 dəqiqəyə hazır olur. Çox da gözəl həqiqətən də piraşkilər alındı. Xəmiri kövrək, ləzzətli, ətri də gözəl gəlirdi. Elə bil piraşkilər bişdikcə hətta ətri evə dolmuşdu. Əziz xanımlar, mən burada paylaşdığım bütün videolarımda reseptlər özümə hazırladığım kimi eynən həmən reseptləri paylaşıram. Yəni heç kəsin ərzağı
israfa getməsin, tullantı olmasın. Odur ki, özümə necə hazırlayıramsa, həmən reseptləri dəqiqliyi ilə paylaşıram. İnşallah siz də eynən bu formada hazırlasanız, əminəm ki, çox bəyənəcəksiniz. Gələn videolarda bu pirajkinin içi ətlisini də sizlərə paylaşaram. Əgər bəyəndinizsə, bəyənmə düyməsini toxunmağı unutmayın. Hələlik.